Deməli, əvvəla məlumat veririk ki, neyinirik bugün? Bütün ümumi tarixi, hardan hara qədər 3 fəsli, eləmi? Qədim Şərq, orta əsrlər təşkil edirik, ta ki Bizans Frank daxil. Aha, ya Allah, başlayaq. Deməli, birinci müddəriyyatımızı açırıq, Qədim Misirdən başlayırıq. Sən mənə deyirsən ki, Misir dövləti yarandı. Əmzən 4-cü minilliyin sonunda. Aha, 4-cü sonu 3-ün əvvəl. İlk paytaxtı? Memphis, sonra Fil. 2-ci minillikdə Fil. Yaxşı, kağız üçün istifadə olunurdu. Papyrus. Hansı çay sahilində yaranmışdı? Misirlər öz dövlətlərini necə adlandırırdı? Misirlər özü qızılı ölkə. Herodot necə adlandırırdı? Yox, bir şey var. Əstəğfurullah. Belə deyim, şərqdə qızıllı ölkə adlanırdı. Herodot Nilin tövfəsi adlandırırdı. Özləri isə qara torpaq adlandırırdı. Özləri, yaxşımı? Yaxşı. Deməli, sonra Misirin ən qüdrətli dövrü? Əmzən 2-ci minillikdə. Ona qədər dövlətin idarə etməsindən danışaq. Firon? Firon Belis dövlətin başçısı idi. Ondan sonra qoşun başçılıq edirdi də. Ondan sonra hakimiyyətə şey gəlirdi, kahin gəlirdi. Bir də ki, onun yanında çati də var idi. Çatinin vəzifələri? Dövlət dəftərxana işlərinə baxırdı. Xəzinə, dəftərxana, bəli. Yaxşı, hansı işlər Fironun adından görülürdü? Demək olar bütün işlər, yol çəkilməsi, inşaat, tikinti işləri, hamısı Fironun adından görülürdü, yaxşımı? Yaxşı, təbəqələr? Təbəqələrdə birinci Firon, quldarlar, quldarlar, ondan sonra azad əhali, bir də ki, qullar. Qullar necə adlanırdı? Düzdür, canlı. Hindistanda necə adlanırdı? Yad düşmən. Spartada? Hilotlar, Yunanda İnsan ayaqlılar, Romada isə danışın alətləri. Danışın əməliyyətləri, bəli, düzdür. Yaxşı, sən mənə denən ki, dediyi ən qüdrətli dövrü, hansı hökmdarları tanıyırsan? Birinci Tutmaz. Birinci Tutmaz, üçüncü Tutmaz, ikinci Ramzes. Bu hökmdarın dövrünə ilk yazılı, daha doğrusu ilk sülh müqaviləsi düşür. İkinci Ramzesin. Hansı sülh müqaviləsi? Kardeş müqaviləsi. Hansı torpaq üstündə dalaşır? Suriya üstündə. Cənub Suriya şeylərə qaldı. Misirə. Bəli. Bu hökmdarın dövründən başlayaraq hökmdarlar qayaltı sərdabələrdə basdırılırdı. Tutmasın dövrü. Hansı tutmasın? Birinci tutmasın dövründən. Bu hökmdardan başlayaraq, bu hökmdarın dövründə tutulan ərazilər canişinlərin... Üçüncü tutması. Düzdür. Yaxşı. İşğallar hansı ərazilərdə gedirdi? Birinci tutmasın dövründə Nubiya tutuldu və ilk dəfə Fərat çayına qədər çatdı ərazilərə və əsasən Fələstin, Suriya, Finikiya ərazilərində gedirdi. Fələstin, Suriya, Finikiya, bəli, düzdür. Düzdür. Sonra, deməli, orada gəlirik tənəzzülünə. Hansı döyüşlə, tənəzzülünə danışırıq? Hansı döyüş baş verir? Əsasən birinci minillikdə Xırda dövlətləri parçalandı. Ondan sonra ərəblərin, Əhəmənilərin en azından 525-də döyüşü oldu. Pelusiya nə adlanır? Nə adlanır? Həmin dövrdə şəhəri necə adlandırırdılar? Misiri qoruyan qala, Misirin möhrü. Yaxşı? Deməli, Əhəmənilərə tabi oldu dövlət, bundan sonra dövlət demliyi ərazi kimi tanıyır. Ondan sonra kim gəldi? Ondan sonra isə İskəndər həkim buranı gələr tutur. Yəni 332-ci ildə və burada belə desək ki, tabi eləyə bilir, Misiri tutur. İskəndər yaşayır. Düzdür. Ondan sonra? Ondan sonra məsələn 30-cu ildə burada Antoniya şərqi yürüyüşü zaman Roma tərəfindən tutulur. Oktavian tutur. Oktavian tutur. Yaxşı mı? Antoniya. Antoni biz tərəfə gəlir həmin dövrdə. Biz tərəf dedim Albaniya. Albaniyada hansı döyüş baş verir? Daha doğrusu neçənci ildə baş verir? Məsələn 36-cı ildə Fraspa döyüşü. Albaniyada. Döyüşün adı yox. Döyüşün. Yaxşı, həmin dövrdə hakimiyyətdə kim idi? Albaniyada. Onda sərkərdəsi gəlir həmin vaxt Albaniyaya. Onu demirsiniz. Yəni belə deyim. Antoniya Oktavian deyirsiniz. Yox, qarışdırma. Oktavian getdi Misirə, Antoni bizə gəlir. Yaxşımı? Eradan 36-da bizə gələndə Albaniyada hökmdar kim idi? Zobel idi. Yaxşı.
Yaxşı, Sərkərdəsi gəlmişdi həmin vaxtda. bəs neydi? Atropatenada döyüş, şərqdəki döyüşdən nəticələnir? Orada artıq Atropatenlər özü qalib. Albaniyada fərqli olaraq. Romanı şərqi düşündə cənubda məğlub olurlar, şimalda qalib gəlirlər. Bəli, düzdür. Yaxşı, cənubda Atropatena döyüşündə kim idi Fraspa döyüşündə? Artabazdı. Yaxşı, düzdür. Deməli, sonra sən mənə denən ki, gözdə Misri mədəniyyətini heç danışmadıq? Danışmadıq. Yazı nə zaman yarandı? İrancan 4-cü min. İlk yazısı? Piktoqrafik. Sonra yaradıcısı Misirlilərdir. İstifadə etmişdi? Çinlilər, yox. Çinlilər istifadə etmişdi. Ondan sonra... Bir də manna. Yaxşı mı? Yaxşı, kimlər müəllim ola bilərdi? Kimlər nə ola bilərdi? Müəllim ola bilərdi. Həmin bu, desək ki, yüksək vəzifəli adamlar var idi, dövlət işlərində, məmurlar, zadlar. Bir dənə məmur ola bilər. Kahin, məmur, mirzə yuxarı təbəqədir. Amma məmur müəllim ola bilməz. Yaxşı mı? Kahin və dəftərxana işçiləri. Dəftərxana işçisi bərabərdir mirzə. Yaxşı? Eyni şeydir. Bunlar müəllim ola bilərdi. Yaxşı, Misirin biri deyil, riyaziyyatın 2 qolu var da. Bəli, onlar həndəsə qolundan cəbətərkən Hindistan idi. Aferin. Yaxşı, hansı sahələri hesablaya bilirdilər? Hansı fiqurlara sahədir? Hansı sahələr? Heç kvadrat, yəni Üstücalan, trapesiyanın, bunları yaxşı. Cərrahi əməliyyatlar, mumyalama, yaxşı. Başqa hansı ixtiralar var burada? Hansı ixtiralar var? Ay və günəş saatının ixtirası var idi. Günəş və su saatları. Günəş ay deyil. Ay və günəş təqvimi Şümerdə. Sən onu səhvləmişdin deyəsən? Əsas testdə, Günəş və su saatı, ay və günəş. Günəş və su saatı buradadır. Ay və günəş təqvimi yadında saxla bilsən niyə? Deməli, Şumerlər həmişə aya çox üstünlük verirlər. Çünki Şumer isti bölgədədir, Mesopotamiyada sərt iqlimdədir, yaxşı mı? Yəni isti baxımdan sərt iqlimdədir, kontinental iqlimdədir deyə. Onlar işlərini ay işığında edirdilər. Ona görə aya həmişə sitayiş edirdilər. Ay onlar üçün müqəddəs idi, yaxşı? Ona görə günəş və ay təqvimi deyəndə biz hara yönəlirik? Şumerdə. Bəli. Yaxşı, sən mənə mimarlığından danış. Mimarlığı Eramızın 3-cü minillikdə beləcə ilk piramidalar quruldu. Bu yadımıza saxlayırıq. Piramida dövlətin yaranmasına yox, nə ilə? 300 minlikdə. Nə ilə dərsən? Yəni 300 minlikdə başlayır. İlk piramida ən böyük piramida isə Xeopsun piramidasıdır. Başqa hansı memarlıqları tanırsan? Bir Sfinks heykəli var. Bir ki, o üçbucaq formasında uzun. Tigriston, obelisk. Düzdür. Yaxşı. Əsərlərdə dünyanın belə desək ki, yaranması haqqında əsəri var idi. Düzdür. Şumerin əsərləri? Dünyanın su basması haqqında bir ki, Gilgamesh dastani. Hindistanın? Mahabharata və yox. Düzdür. Mahabharata və Ramayana. Böyle niyə özün çaşdırırsan? Baş tanrıları, müsəf şeylərdən ona görə. Relax. Baş tanrıları? Baş tanrıları Amon. Ra var idi, günəş tanrısı. Dünyanı yaradan, günəş tanrısı düzdür. Ra günəş tanrısı həm də əfsanəyə görə dünyanı yaratmışdı. Yaxşı. Bunu kəsək eləyək, yoxsa belə davam eləyək? Davam eləyək. Qədim şərqi ayrı videosunu çəkərik, sonra türk xalqlarını ayrı. Yaxşı. Deməli, Mesopotamiya ərazisinə daxil olan ölkələr, dövlətlər. Finikiya. Qədim 2 çay arasında. Finikiya. Suriya Fələstin. Bir Mesopotamiya dediyimiz anlayış buradaydı. Yaxşı mı? Ümumiyyətlə Mesopotamiya, bərəkətli Aypara, 2 çay arası eyni anlayışlardır. Mənfiləri? Mənfiləri var ki, belə desək ki, qorunmaq üçün yaxşı əlverişli şərait yox idi. Bəli, düzdür. Sonra nə deyə bilərsən? Testlərdə düşür bunlar çünki. Mənfiləri başqa. Faydalı qazıntılar yoxdur. Araqdadan hansı faydalı daşlar var idi.
lazurit, lacivərd daşı bizdən onlara gedirdi. Yaxşı, Şumerlilər nə zaman bura köçüb gəliblər? Köçmələri nə zamandır? Yəni 6-cı minillikdə. 7-6. 7-6. Ayso. Bax, köçmə ilə dövlətin yaranmasını bir götürmür. 4-cü. Ayso. Dövlət yaranacaq 4-cü minillikdə, o ayrı bir məsələ. Ümumiyyətlə Şumerlə Misir eyni vaxtda yaranıb demək olar. Şəhərlərin denən mənə? İlk şəhəri Erəd olmuş. 13-cü minillikdən başlayaraq elə Luqar, Uruk, Eredik, Şlaqaş, Roma, Ayso. Şərt deyil bunlar biləsən, prosta elə belə soruşuram. Yaxşı, teokratiya əsaslanırdı deyə bilərik. Yaxşı, qədim dövlətlərdən başqa hansında deyə bilərsə teokratiya əsaslanırdı? Teokratiya Sonradan teokratiya olacaq. Roma papası deyə bilərik. Məsələn, Romanın da papa tərəfindən idarəsini deyə bilərik ki, teokratiya əsaslanırdı. Bəli. Romanı keçəndə deyirik, axırlarına. Sonradan xristianlıq qəbul olundu. Ondan sonra artıq din daha belə ön plana çıxır. Onsuz ki, qədim dövrlərin hamısında din görürsən də önəmli amildir. Yaxşı, burada deməli zikurat var idi. Zikurat nə işə yarayırdı? Zikuratlarda məsələn onun üstünə çıxırdılar, belə desək ki, o göy cisimlər var, rəsədxana kimi istifadə olunur. Bir də ki, aşağıda dua edirdim. İbadət edirdim. Ağlıma ölüləri belə desək ki, demək qoymaq, düzmək kimi gəldi. Nə? Morg. Yox. Yox. Yəni ibadət evidir, yuxarı rəsədxana. Bir dənə şey ağlıma gəldi, deməyəcəm yox. Mənim hamısının xəyalı. Neysə, deməli, video çəkməsəydik deyərdim çox təəssüf. Doğru deyirsən. Yaxşı. Deməli, dövlət idarə edilirdi. Ağsaqqala, yox, belə desək ki, hədə en deyilən bir adam var idi burada. Vəzifənin adı Endir, Ayso. Yaxşı, bir vəzifə var idi ki, bu hərbi başçısı idi, Ayso. Amma müharibə dövründə en yaddan çıxırdı, Luqal parlayırdı, yaxşımı? Düzdür, Şumer ixtiraları. Dammarını kəşf eləmişdi, yəni ki, yaratmışdı. Sonra ilk təkər formasını yaratmışdılar. Yumru şeylər. Təkər, sonra dairənin 360 dərəcə olması, ISO. Onluq və 60-lıq sistemi də yaratmışdı. Sonra saatın 60 dəqiqə olması. Sonra nə deyirik orada? Yumru şeylərdən nə deyirdik başqa? Təkər dedik, arabalar dedik. Deməmişdik, indi deyirik. Yox, yumru şeylər demədik. Dedik? Bilmirəm ki. Araba dedik, həmin hissi. Sonra zikuratdan danışmışıq. Duluz çarxı. Deməli, beşidiz yumru deyirik, duluz çarxı. Mən gözümdə yumru bir şey canlandırıram. Bayaq deyim, ay günəş təqvimini dedik deyəsən, nə? Ay və günəş təqvimi, bəli, ora aiddir. Ay və günəş təqvimi, daha doğrusu tutulmasını əvvəlcə müəyyən edirdilər, bunu da bilirik. Okey. Deməli, sonra başqa bir şey demirik. 10-luq 60-lıq zaten dediyin, ilk yazılı qanunlar deyirik. Yaxşı. Sonra, deməli, Şumer şəhər dövlətlərinin kimlərdən asılı oldular Şumer şəhər dövlətləri? Kimlər buranı birləşdirdi və ilk imperiyanı yaratdı? Sargon. Akkadlız, Akkad dövləti. Bəli, ilk imperiyanı. Yox, 24. 24 nəsil. Yaxşı. Deməli, tarixin ilk imperiyasını yaratdı. Bu dövlətə kim son qoydu? Bizimkilərdə düzdür, Kotilər. Yaxşı. Onlara kim son qoyacaq? Onlara kim son qoyacaq? Belə desək ki, o Trikanın saldırıları aşağıda. Üçüncü Şumer sülaləsi. Sonra Elamsu tayfası da bunlara son qoyur. Onlar müstəqil olurlar və s. və ilaxır. Yaxşı, Şumerdə qaldı bir şey, təhsil qaldı. Təhsildə oğlanlar ən çox iştirak edirlər, qadınlar yox olur. Və deməli, burada çaşdırıcı suallar olur. Yaxşı, yadındadır. Deyirik ki, qadınlara üstünlük verirlər, qadın seçə bilər, bərabər hüquqlar. Amma təhsildə görürsən, testdə də var idi. Təhsildə qadın yoxdur, yaxşı. Deməli, qadın bərabər hüquqludur ki, amma təhsilə gələndə oğlanlar təhsil alır. Yaxşı, məktəbin atası nə adlanırdı? Üstad. Yaxşı, düşdü yadına? Bir şey yox idi kitabda. Dayandırım bax. Deməli, mən bunun ikisindən danışım bilmirəm. Deməli, yazını harda öyrənirdilər?
Yazılı bunlar belə desək ki, belə şey, Gil lövhə var. lövhəsi, bəli. Bəs Misirdə yazı? Şey, papir üstlərine. Öyle düzdür. Çində yazı? Çində yazı həm, yox, ipək üzərinin şeyləri yazırdı. Əsas belə sərəncamlar var. Sonra kağız yarandı. Kağız yarandı. İlk adıdan. Kağız üstündə bambuk. Bambuk, hə. Onların heç bambuk Bəli, yeri. bambuk lövhə. Ay, sağ ol. Bambuk lövhələr. Hindistanda bəs? Hindistanda yekə palma ağacı. Palma, ay, sağ ol. Palma yarpaqların üstündə. Bəli, bəli. Babili sizin keçmirik, Finiçən sizin keçmirik. Sual gəlir Hindistandan. Hindistanlar da yaranmışdı. Hindistan Asiyanın birisi ki, cənub şərqində. Aha, deməli, bəli, cənub şərqində. Yaxşı, hansı çaylarla əhatə olunmuşdu? Hansı çaylarla əhatə olunmuşdu? Şey, Hindqang. Hindqang. Düzü bərat hansıdır? O Mesopotamiya. Xuan Xiyatsızı. Çində. Orxon Selenqa. O Hun dövlətində, yox. Bəli. Yadımdan çıxmır. Hind çayını əhatə olunacaq. Yadımıza çıxsa, bu sualcaq nə üçündür? Beynimizi pasatlamış. Hind çayını əhatə olunacaq. Mən şok oldum. O bizdə yine hər neysə. Bir anlıq beynim dondu yəqin. Şəhərləri. Şəhərlərin Harappa birdəki Mohenjo-daro. Nə zaman yaranıb? Ərəmsə 3-cü minlikdə, 2-ci minlikdə dağılmış. Sübut edəcək. Səbəb? Bilinmir. Bilmirik, bəli. Həmişə çaşdırmaz, sən çaşmırsan. Deməli, nə deyə bilərsən bura? Nələrə aiddir Mohenjo-daro ilə Harappaya? Burada belirsə ki, şəhər tipli, yəni ki, yaşayış şəhərlər salınmış. Ondan sonra su kəmərləri, kanalizasiya var, özlərinin yazıları var. Amma hələ açıqlamıyor. Bəlli deyil, elmi bəlli deyil. Bəli, tamamilə doğrudur. Ari tayfalar nə zaman gəldi? Əvvəl 12-ci əsrdə, 12-11, bəli, 12-11. Bu bilsən nə, misal üçün, dəmiri neymalı içində deyirik, 6-5. Sən ikisində də yaxşı beynində ilə fokuslandır, 6-5. Ailənin gəlişi 12-11. Beyninə belə siqnal olur, yaxşımı? Ki, yəni birini deyib, bu bilsin, misal üçün, şumerlərin gəlişi 7-6-cı minillik. Sən hər vəziyyətdə özünü risk almamaq üçün hər ikisini yadına saxlayırsan. 2-ci minillik dəqiq bilsək, 12-11-ci əsrdə. Ailənin gəlişinə nələr yarandı? 5 deməkdir. Vahid xalq formalaşdı, Hind xalqı. Elə dəmir yarandı, ondan sonra kasta sistemi yarandı, sonra fillərdən istifadə yarandı. Nə idi? Hinduizm. Kast sistemi, hinduizm. Din deyəndə, dində hinduizmlə kast deyil necədir? Yaxşı, din hissəsində öyrənirik, hinduizm, kast da buddizm. Biz Hindistanda 3 dənə dini belə öyrənirik, elə deyil. Hinduizm deyəndə kastdan deyər, aradan çıxsın. Yaxşı? Yaxşı, qullara soruşmuşdum nə adlandırılır. İş dövlətlər meydana gəldi. En azından 1-ci minillikdə. Düzdür, bura yürüş edən dövlətlər. En azından 6-cı əsrdə Əhəmənlər gəldi, şimal qərbi tutdular. Amma burada möhkəmlənə bilmədilər. 327-ci dərəmizə İskəndər gəldi, buranmışdı. Ay, sağ ol. Bəs yaxşı. Kim idi? Deməli, dedə Hindistana kim gəldi? İskəndər. İskəndər gəldi. Yaxşı, Hindistana gəlmiş ilk türk hökmdarı. Mihvəqul xan. Sonra? Ondan sonra isə Mahmud Qəznəli. Düz. Yaxşı, deməli, İskəndər bunu tuta bildi mi? Xeyr. Həm əsgərlərin yorulğunluğu, həm də ki, əhalinin müqaviməti görə tuta bilmədi. Bəli, maşallah. Sonra hansı sülalə yaranır? Marius sülaləsi. Düzdür. İlk banisi, daha doğrusu, banisi deyək də, Amma ölkəni birləşdirən, en azından 3-cü əsrin 2-ci yarısında aşağı qalmışdı. Düzdür. Hansı illərə əhatə edir Marius sülaləsi? 182 mi? 300... 17-180. Ay, sağ ol. Yaxşı. Deməli, Aşokaya aiddir.
Aşokaya aiddir, dövlətin birləşdirilməsi, onun sonra 3-cü əsrdəki dörd kişi heykəli. Düzdür. 1-ci əsrdə amma darvaza olmuşdu. Aha, bilirsən. Memarlıqdan soruşasaydım o sənin. Yaxşı, bir də kitabə var idi, eləmi? Hə, 33 dənə kitabı var idi ki, bunlar. Yox, kitabələr vardı, 33 metrdən bir qoyulurdu. 36 kitabə deyəsən şeydə idi. Çinlərdə. Aha, deməli, 30 kitabə qoydurmuşdu deyil. Yaxşı, metr falan söhbət yoxdur. Nəsə bir şey var. Yenə nəyinəsə qarışdırırız. Deməli, yaxşı, nə zaman yenidən parçalandı? Nə zaman yenidən parçalandı? Heç nə... Elə Mauryadan sonra, yaxşı mı? 3-cü əsrdə. Yaxşı, kasta sistemi hinduizm. Nə demişdik? Bu ikisi Aryalara aiddir, amma 6-cı əsrdən Budizm yaranmışdı. 1-ci 12-ci əsrdə deyirik bunlar yaranır. Yaxşı, Veda nədir? Veda qanunlar, yəni ki, kitab idi də o. Müqəddəs qanunlar toplusu, cildlər kimi də başa düşə bilərsən. 4 kasta var. Aha. Həmin o birinci kahin, yəni brahmalar, ondan sonra döyüşçülər, ondan sonra əhali, bir də ki şeylər. Qullar. Qullar. Və toxunulmazlar var idi. O nə üçün kastaya aid deyildi? Toxunulmazlar ən çirkin işləri görürdü. Yaxşı, kasta nə inkar edir? Kasta inkar edir. Budizm əhalinin Budizm kastanı inkar edir. Yaxşı. Deyir ki, kasta nə deyir? Deyir ki, Rüqəyyə, sən Brahma kimi doğulmusan, ölünə qədər Brahmasan. Bərabər, hamı bərabər olsun. Deyir ki, misal üçün, səndən sonra törəyən insanlar da Brahmadır. Amma vay o günə ki, sənin atan Şudra olub, sən yazdığın heç vaxt Brahma, Kshatri, Vayşı olmaq şansın qətiyyən yoxdur. Belə insanları başına aldadırdılar ki, bəlkə indi deyirik paralel evrəndə, bəlkə sən nə vaxtsa deyir ikinci həyatında Brahma özünü yaxşı aparsan, ikinci həyatında bunlardan hansındasa biri ola bilərsən. Amma Budizm neyinir? Bunu inkar edir. Yaxşı mı? Neydi Budizm? Budizm nə adlanırdı? Bilici, həqiqətlə işıqlanmış. Yaxşı mı? Yaxşı. Hindlilərə nələr aiddir? Hindlilərə şahmat oyunu aiddir. Ondan sonra yaxşı cəbir bilirdilər. Kvadratları, köklər hesablamağa. Düzdür. Ondan sonra... Bunları riyaziyyatçı deyir. Kub, kvadrat, kök, yerin radiusu, düzdür. Yerlə günəşin arasındakı məsafə. Riyazi şeylər. Yaxşı. Misir, həndəsə. Hindistan, cəbir. Ay sağ ol. Yaxşı, yazını bayaq soruşmuşduq, qurumuş poema yarpaqlar üstündə yazılar, dastanları bayaq soruşmuşduq. Memarlığına zaten 2 dənə memarlığı var, ikisini də dedin. Vəsiyo, bitdi. Deməli, əslini demişdim memarlığın daşdan yorulmuş. Demişdim, özü 1-ci əsr. Düzdür. Aşokan dövründədir. Daşdan yorulmuşsa 1-ci əsrdir. Bəli. Qədim Çin, deməli, Xuanxə yansısı çaylar əhatəsində idi. Bəli, Xuanxəni necə adlandırırdıq? Beləcə ki, bir fəlakət kimi də Mil Çinin bəlası, nə bilim, min bir gəzən çay, qaçan çay, nə bilim, belə deyil, min fəlakətli çay. Erkən sivilizasiya nə zaman yarandı Çində? Erkən sivilizasiya 3-cü, 2-ci minlikdə idi. Hansı çay əhatəsində? Bu çaylar özündə. Xuanxəni, yaxşı mı? Bəli, eradan əvvəl 2-ci minlikdə Çin. Çin təbəqələşməyə gedən şeylər çıxartmışlar, yəni ki, aşkar edilmişlər. Bəli, bərabərsizliyin yarandığından xəbər verir ki, burada bərabərsizlik var. İlk Çin dövləti. Şan qəbiləsi qoymuşdur, 2-ci minlikdə. Düzdür. Elə hieroqlif də buradan var, bu dövrdə. Dəmir emalı? Dəmir emalı, məsələn, 6-cı minlik. 6-5. İkisində. Konfutsi. O da 6-5. Ayso, birini öyrəndiysə paralel onu da öyrən ki, çətin olmasın. Əlaqələndir, yaxşı mı? Vuruşan padşahlıqlar. 4-cü, 3-cü əsrdə. Ayso, bu belə. 4-3, 6-5. Bəli, ölkə vahid halda birləşdi. Sin surəsində. Vahid xalqda, amma xan surəsində. Deməli, vahid dövlət. Sində, vahid xalq, xan surəsində. Necə yadımıza saxlayırdıq? Xıllarla. Deməli, xanda xalq. X ilə başlayır, o bizdə X ilə başlayır və yadımıza saxlayırıq. Bəli, böyük Çin səddi. Məsələn, 200-cü, yox, 214-cü ildə tikilmişdir. Bəli, ümumiyyətlə Sin sülaləsi nələrə aiddir?
Bu Çin səddinin tikilməsi, ondan sonra bayaq dediyimiz kitabələrin qoyulması, sonra dövlətin birləşdirilməsi. Aha. Sonra nə ola bilər? Vahid çəki ölçüm bu sistemi. Bəli, düzdür. Yaxşı, yaxşı, yaxşı. Böyük İpək yolu yarandı. Hansı Süleyman dövründə? En azı 2-ci əsrdə Xan sülaləsində. Düzdür. Nəyin nəticəsində yarandı Böyük İpək yolu? Nəyin nəticəsində? Ticarətə qoşulmaq üçün. İşğalla. Necə olacaq? İşğal eləyəcək, həmin yolu ələ keçirəcək. Yaxşımı? Yaxşı, Koreya və Vyetnamın işğalı. Xan sülaləsində. Bəli. Konfutsiyini inkar edirdi. Sin sülaləsi. Təsdiq edirdi. Xan sülaləsi. Düzdür. Sonra tarixi qeydlər əsəri. Tarixi qeydlər əsəri. Hansı tarixçinindir? Smatyan. Bəli. Bəs Tit Liviya nə deyə bilərsən? Tit Liviya. Hansı ölkənin tarixçisidir? Roman. Düzdür. Təbii tarix əsəri. Təbii tarix əsəri böyük Plini idi o. Bir də ki, əsər var ki, Oktavianın şeyinə yazılmış, o Plininin əsəri idi. İlyada Odiseya. İlyada Odiseya o Yunanistan'a aiddir. Düzdür. Homerin əsərləri. Deyirsən, onu ad olaraq qeyd etməyib. Sizin kitabda onun bayaq var. Sırf deyirsən, bəlkə də səhv edirəm, bəlkə də diqqət eləmədim. Yəni, mən orada Homer adı görmədim. Bəlkə də var, bəlkə də yoxdur, baxmadım. Deməli, qırmızı qaşlı, sarı sarıqlı. Nə zaman baş verir bu insanlar? Birinci əsrdə baş vermişdir, bizim birinci əsrdə. İkisi də, amma 180-ci ildə sarı sarıqlı. İkisi də birinci əsr. Sən birinci yüzillik demək istəyirsən, yəqin, yoxsa? 180-ci ildə sarı sarıqlı. O ikinci əsr olur. İkinci əsr olur. Deməli, birinci əsrdə qırmızı qaşlıdır. İkinci əsr, dəqiq il desək, onun dəqiqliyi var. 184, bəli. Qırmızı qaşlıda bəzi tarix kitablarında 18-ci il deyil, bəzində 36-cı il deyil. Ona görə elə birinci əsr götürək getsin. Nə nəticələndi? İkisi də, doğrusu sarı sarıqlının desək ki, Xan sülaləsinin zəifləməsi ilə nəticələndi. Yəni ki, yatırıcılarsa da böyük zərbə vurmuşdu sülaləyə. Üsyan, xan imperatoru öldürüldü, zəiflədi, devrildi üsyan nəticəsində. Minus şeylər. Üsyan üçün plus şeylər, yəni. Yaxşı, deməli, yazıb demişdik ki... Bir şey... Bu qızlarını yazırdı, sonra böyük belirsə ki, yəni ki, dövlət işlərində ipəkdən yazırdı. Sərəncamlar. Kağız ixtira olundu. Nə zaman ixtira olundu kağız? İkinci əsr. Bəli. Yazı da bilirsən, hansı yazı idi? Hieroqlif. Bəli. Demək... Sonra çaydan istifadə edir. İxtiralı. İlklər deyəndə nə yadına düşür? Çay. Çay, aysın. Ancaq kompas. Sonra ilk dəfə. Barıt. Niyə sıx uşaqların yadından çıxır? Barıt. Deməli, barıt Çin üçün. Yaxşı mı? Çin aiddir. Yaxşı. Deməli, amma çaydan bizim kimi istifadə eləmirdilər. 20 dəfə ard-arda çay içmirdilər. Bitki niyə? Müalicə niyyətinə. Yaxşı mı? Müalicə üçün istifadə edirdilər. Yaxşı. Bitti demək. Sən mənə, deməli, Çinlə Misirin oxşarlığı nə deyə bilərsən? Hieroqlif yazdan istifadə etmişlər. Ondan sonra təqvimləri var idi, çay vadilərində yaranmışdılar, yaxşı mı? Bunlar deyə bilərsən, astronomiya üstünlüyü verirdilər. Sonra belə, buna keçək? Keçək. Buna keçək və qədim şərqi bitirək, maşallah bizə. Deməli, istəyirsən bundan sonra ümumi bir test işləyərik. Bu dövlətlərdən sonra, şərqdən sonra. Yoxsa Türk xalqlarının testini işləyək. Baxarıq vəziyyətə, eləmi? Ki, bitirək, sonra videodan sonra müzakirə edərik. Deməli, onlar haqqında ilk məlumatlar? Həmçinin ikinci minikdə Çin, yəni ki, mənbələrindən götürülmüş. Yaxşı. Türk xalqlarında dedik ki, müasir dövrün onların... Məsələn, Qərbi Arxun dövləti haqqında ilk məlumatlar Midiyadakı şiz yazılarından, ondan sonra Ərdəbə 4-cü əsrdə qədim xəritələrdən verilmişdir. Sonra, ondan sonra bir də ki, Gürcü mənbələrində yenə Çini də, birinci Çini qeyd edirik, ikisi üçün də oxşardır. İkinci əsrdə Dionisi Perigetin xəritəsi, Eridana 4-cü əsrdə şiz yazıları deyirik, Gürcü yazılarında deyirik. Ümumi onlar üçün, yaxşı mı? Aha. Bunların həyat şəraiti necə qurulmuşdu? Necə şəraitdə yaşayırdı? Şəraitdə yaşayırdılar. O yəni Qobus səhrasına tapınırlar, keçirirdilər. Və bunlar döyüşkən olmaq məcburiyyətində idi. Çünki onları qoruyan bir dağları yox idi. Yaxşı mı? Düzən ərazidə yaşayırdı. Bəli, deməli, dövlət yarandı.
Dövlət yarandı Teymur Tanrıxanın dövründə, yəni sən 220-ci ildə. Səhv dedim. 220 düzdür. 221-də Çin yarandı. 1 il sonra Hun yarandı. 209-a kimi. Aha. Deməli 209 hakimiyyətlə deyirsən. Ha. Beynimdə şeylərsiniz var ki. Yox, əstəğfurullah. Deməli dövlət başçısı nə adlanırdı? Dövlət başçısı Tanrı adlanırdı. Düzdür. Yaxşı. Deməli ordu saatı keçilmişdi. Amma ən yaxşı ordu saatı. Aha, okey. Onunla razılaşırıq. Amma inkar eləmirik. Yaxşımı? Teoman da keçirib, Mete də keçirib. Əla, Çinə hücum etmişdi. Çin bu dövrdə, bax Teomanın dövründədir. Yaxşımı? Çin səddi 214-cü ildə. Ay, sağ. Böyük. Mete Tanrıdan danışır. Deməli, nələr aid edir Mete Tanrıya? Mete Tanrıya aid edir ki, beləsi ən yaxşı orduda ordu saatı keçirilmişdi. Onluq, yüzlük kimi hissələr bölmüşdü onu. Ondan sonra fit səsi çıxardan oxlar ixtira edilmişdilər. Bunlar aid yəni. Yaxşı. Onun dövründə hansı döyüş baş vermişdi? Pinçin döyüşü, yəni 200-cü ildə və elə həmin vaxtda Pinçin müqaviləsi imzalandı. Hansı taktikada istifadə olunub? Hansı taktikadan istifadə? Turan taktikasından. Bir də ki, şeydə də vardı. Axun dövlətində, Ağsuaxan dövründəki əsasən Turan taktikasından istifadə olunub. Bəli. Yaxşı. Pinçinin şərtləri? Pinçinin şərtləri 1803-cü ildəki anda öhdəlik kimi və Mayan Çinlərin Çinlərdən aldığı xərac kimi ipəklə xərac verilmişdi. Bəli, Çinlər tabi edəndən sonra onda şərtini ki, ipəklə xərac verəsiniz. Burada da eyni şəkildə Çinin ticarət yollarını ələ keçirdi, həm də deyirik. Yaxşı, bunu qaçırmırıq gözdən. Yaxşı, Çinin ticarət yolları ələ keçirildi. Bəli. Metini nə adlandırırlar? Tanrı qutu. Bəs Attilanı? Attilanı? Tanrının qırmancı. Yaxşı mı? Deməli, yaxşı. Görək bu harada dayanacaq video. Deməli, Çinin bölünməsi. Eyni zamanda 58-ci ildə Şərq və Qərb arası yer aparsanız, çünki bir hansı Çinli idi şahzadə, bir isə Hun idi. Ona görə də 58-ci ildə parçalandı, 36-cı ildə Qərbun süqut elədi. Şərqin isə 18-ci ildə verilsə ki, müstəqil oldu, 48-ci ildə Çindən asılı vəziyyətə salındı və süqut oldu. 3-cü əsrdən sonra artıq biz onlardan danışmırıq. Demək olar ki, 3-cü yüzillikdən sonra tamamilə süqut edir. Yaxşı mı? Yaxşı. Bizim İran 48-də təzədən, 18-dən müstəqil olur, 48-də təzədən düşür, 3-də süqut edir. Yaxşı. Deməli, dövləti nə adlandırırdılar? El adlandırır. Bəs hansı dövlət özlərini elini adlandırır? Dövlətlərini? El adlandırır. Düzdür. Yaxşı. Deməli, tanrıçılıq geniş yayılmışdı. Tanrıçılıq və şambəli. Şamanlar da bizim də ruhlarından. Şu, belə bitdi. Bu qədər. Sonra keçəcəyik Qədim Yunanistan və Roma. Onun videosunu ayrı çəkərik inşallah.